Salam ərz eləyəm əziz dostlara. Bugünkü amuzişim çox xülasəvar olacaq. Çünki bu mövzuya görə sizin üçün doyuncaq amuziş vermişəm. Bir saf səhrə varımızdır. Və bu səhrənin divarəsində bir dənə balaca coğan gəlibdi. Coğanın qotri təqribən 5 sm hududundadır. Özür ki qəşəh biləysiz və özür ki siz üçün amuziş vermişəm. 5 sm coğanlar əksərən casaz verərlər. Pəs yaxşısı odur ki, bu əndazədə coğanları görəndən sonra dibin qəşəh bərrəsi eləyən və ətrafından dəqiqən test-testi alayın. Əvvəl coğanı xidmət üzə görsədim. Baxız, kamilən müşəxxəsdir ki, bu əl təraşəsidir və əslən təbii deyil. Qotruna da baxsız, biləcəksiniz ki, 5 sm hududundadır. Bir gert coğandır ki, biz üçün casaz verək. İndi bir dənə balaca daş alayım əlimə. Ta coğanın dibindən test-testi alam. Eşidəysiniz, bu səslərin hamısı təbii səsdir. Ətraf səxriyə də vuram. Bir zərrənə səsi bu səxriyə nisbət mütəfavitdir. Onda illəti budur ki, bu daş aradan bölünübdür. Ona görə bir cür səs verək. Vəli indi bu qismətin səsinə baxız. Qulaq asız. Nə gözəl səsdir. Boşluq kamilən müşəxxəsdir. Dik. Coğanın altında. Adına baxız. Bir balaca casaz hududundadır. Bağın eşitməli səsi var idi. Dərzəsi də yox idi ki, deyəsi çatdağın səsidir. Bir saf və möhkəm daşın üstündə bu səs verək. Bizim gözəl coğanımız və bu qismətdə 70% ehtimal verəyəm ki, coğanın casazı gəlibdir. Boşluğu bir həddədir ki, hətta baxız, əlimi üstünə çəkiyəm, boşluğun səsi gəlir. İndi yeri vardı ki, bir dənə mühüm qəziyyəni sizin xidmət üzə ərz edəyəm. Əlbəttə bunu qəblən bir seri xidmət üzə demişdim. Əgər amuzişimi qəşəng mütəvəccüh olsaydınız, qəblən ərz eləmişdim ki, coğanlar 10 bərabərinə, 100 bərabərinə və hətta 1000 bərabərinə də işarə eləyər. Yəni coğanın qotrunu ölçər o. Qotru nə hududda olsa, onun 10 bərabərin, 100 bərabərin və hətta 1000 bərabərin bərrəsi eləyər. Bizim coğanımız qotru 5 sm hududundadır.
Pəs 5 santın 10 bərabəri eləyər 50 sant. 100 bərabəri eləyər 5 metr. Və 1000 bərabəri eləyər 50 qədəm. Əlbəttə 1000 bərabər çox az mövqelərdə gələr və məxsus yerlərdə görsənər. Məsələn, qələlərin qırağındakı coğanlar 1000 qədəmliyinə işarə edir. Vəli bu cür səhrələrdə ya 10 bərabərin verər, ya 100 bərabərin. Pəs 5 santi coğan görsöz, eləyə bilərsiniz ki 50 santın və inki 5 metr ətrafın bərrəsi eləyəsiniz. Və bu coğanı müşahidə eləsiniz. Görəcəksiniz ki, casazı 50 santidə gəlibdir. Bu da bir dənə fövqəladə mühüm nöqtə idi ki, xidmət üzə ərz elədim. Hər karşınız bunu gəlib sizə deməz. Əgər fərzən coğanımızın qotri 10 sant olsaydı, eləyə bilərdik ki, coğanın 1 metrliğin və ya inki 10 metr ətrafın bərrəsi eləyən. Bu qəziyyə həmişə şamil olmayır. Vəli bunu bərrəsi eləmək siz üçün lazımdır. Bəzən özüm müşahidə eləmişəm ki, coğanın qotri məsafətin tapmağında və nöqtə hədəfi tapmaqda fövqəladə mühümdür. Pəs əgər fərzən coğanımızın qotri 10 sant olsaydı və ehtimal versəydik ki, coğan casaza mərbutdur, o şəraitdə eləyə bilirik ki, coğanın ləbəsindən metr vıraq və 1 metr ətrafından ancaq kollan 4 adır şüasın bərrəsi eləyək və test-testədə alaq. Ya əgər metr yanımızda olmasa, eləyə bilirik ki, əlimizlə ölçək və hududi metrajın ələ gətirək. Və bizim buradakı coğanımızın düz 50 sant altında boş səs verək. Bu nöqtə dediyim metrajla da mütabiqəti var idi. Pəs ehtimalən ki, bu casaz ola çoxdur. Üçün özür ki, eşidəysiniz. Boşluq səsi də bunun içində kamilən qabili müşahidədir və səsindən bu xələyi və bu boşluğu təşxis vermək olur. Yenə də gələn videoda görüşərik. İya hə.